127-yə baxırıq. Coğrafi koordinatları 62 dərəcə cənub enliyi, 62 dərəcə qərb uzunluğu olan məntəqədən yerin mərkəzindən keçməklə xəyali ox keçirilərsə, onun digər ucu hansı coğrafi koordinatlara malik məntəqədə səthə çıxır? Deməli, yer kürəsi. Yer kürəsinin cənubundan bir ox keçirsək, yerin mərkəzindən keçməklə keçəcək. Cənub yarımkürəsindən keçsə, gəlir şimal yarımkürəsindən çıxır. Mərkəzdən keçməklə. Bizdə deyir ki, 62 dərəcə cənub enliyi. Həmçinin 62 dərəcə də qərb uzunluğu. Bir məntəqə verib, bu məntəqəni A adlandırırıq. Bu məntəqədən keçməklə yerin mərkəzindən keçsin. Yerin mərkəzindən keçəndə 62 dərəcə cənub enliyindən olan məntəqədən daxil olur ox, 62 dərəcə şimal enliyindən çıxır. Və digər yarımkürədə 62 dərəcə qərb uzunluğun əks meridianından çıxır. Yəni 180 dərəcədən çıxırıq 62 dərəcəni, olur 118 dərəcə şərq uzunluğu. Deməli, bunun koordinatları nədir? 62 dərəcə şimal enliyi, 118 dərəcə şərq uzunluğu.